Salam, hər vaxtınız xeyirli olsun, dəyərli YouTube izləyiciləri. Bu günləri mən doğğa və piraşki bişirmişəm. Doğğa deməli bir dəstə ispanaq, bir dəstə keşniş, bir dəstə şüyüd, nanə və dağ keşnişi də biz əlavə edirik, cəfəri. Varsa sarımsaq da əlavə eləmək olar, o zövq məsələsidir. İstəyən əlavə edə bilər, istəyən əlavə etməyə bilər. Bir də ki, qaynadılmış noxud. Noxud da ki, yəni zövq məsələsi dediyim kimi, istəyən adam noxudla xoşlayır doğğanı, istəməyən isə noxudsuz yeyir. Qatığı deməli, bizdə uşaqlar da evdəkilərin hamısı doğğanı turş sevmədiklərinə görə mən doğğaya biraz xama əlavə edirəm. Bildiyimiz kimi xama, yumurta, yumru düyü və bir xörək qaşığı un əlavə edib birinci qatığı açırıq. Ondan sonra isə hardasa mən çox doğğanı sulu sevmirik. Yəni bir stəkan yarım da su əlavə edirik. Onu qarışdırırıq, taxta qaşıqla qazın üzərində buluyuruq və yediğimiz göyərtini, doğrayıb yediğimiz göyərtini də qaynayanda artıq görürük ki, qatıq qaynayır, yavaş-yavaş əlavə edib yenə buluyuruq. Və belə gözəl doğğa alınır, heç bir çürmə falan yoxdur. Mən doğğanı xırda göyərtiləri də çox xırda xoşlayıram olsun və qatı olsun. Su olanda uşaqlarım da sevmir və ona görə də bu şəkildə. Bu isə gördüyümüz kimi piraşkidir. Piraşki isə adi, çox rahat, yüngül bir xəmirdir. Deməli, hardasa 3 stəkana yaxın un, bir xörək qaşığı pesoq, bir xörək qaşığı deməli unu, bir çay qaşığı şəkər tozu və bir çay qaşığının yarısı qədər duz, bir çay qaşığının yarısı qədər mayanı əlavə edib, üzərinə biraz su töküb, ayrıca bir qarışdırırıq, biraz gözləyir. Ondan sonra isə unu yavaş-yavaş əlavə edə yumuşaq bir xəmir yoğrulur. Piraşkini belə göstərmək istəyirəm. Yumuşaq, çox gözəl, çox dadlı. Bizdə adətən doğğa bişən zaman yanında da uşaqlar piraşki xoşladığına görə piraşki də belə bişirdim. İçi də ki, deməli, kartofdur, qaynayır. Qabığını soyub duz istiot əlavə edirik və biraz da yağ əlavə edirik. İstəyən adamlar, yəni kim istəyirsə, ora deməli əlavə yağ soğanı qızardıb içinə də əlavə edə bilər. Dediyim kimi bizdə uşaqlar sevmir yağ soğanı, ona görə də mən içinə ancaq kartoşka əlavə etmişəm. Çox vaxt da toyuğun döş ətindən də içlik kimi istifadə eləmək olar və yaxud da ağciyər, malın ağciyərini qaynadıb, sonra onu ət çəkən maşında çəkib, duz istiot əlavə edib, onu da piraşkinin içinə vuranda çox dadlı olur. Yəni malın ağciyəri ancaq məncə piraşkidə daha yaxşı dadlı alınır. Hazırlayıb bişirəcək olanlara da nuş olsun. Allah hər kəsə halal ruzu, halal nemət versin.